Səbinə Qazizadə, SDA Consulting. Şirkətimiz daşınmaz əmlak sahəsinə qoyulan investisiya üçün ətraflı analizlərin aparmaqla düzgün və gəlirli həllərin verilməsi üzərində çalışır. Bundan əlavə, biz layihələrin ilkin mərhələsindən yeni konseptin hazırlanmasından istismara verilməsinə qədər bütün istiqamətlərdə konsalting xidməti göstəririk. Bildiyiniz kimi, investorsuz startup layihələrin ən böyük çətinliyi yeni şirkətə peşəkarların cəlb edilməsidir. Sizinlə həmfikir olan və ideyanıza inanan insanları ətrafınıza yığmaq olduqca çətindir. Sözü gedən şəxslər həm də ilk illərin əziyyətini çəkməkdən qorxmayan təcrübəli kadrlar olmalıdır ki, bu da işin ən çətin tərəfidir. Eyni zamanda uğurun ayrılmaz hissəsidir. Mən bu cür kadrları bizdə çox nadir hallarda rast gəlinən cəsarəti təklif etdim. Beləliklə, onlar SDA Consulting'ın payçıları oldular və mənimlə birlikdə böyümə qərarını verdilər. Onların yatırımı, bilik, təcrübə, inam və ayırdıqları zamandır. Təbii ki, şirkətin qazancı onların qazancına çevriləcək və buna nail olmaq üçün hər kəs əlindən gələni edir.